Təfəkkürün növləri. Təlim zamanı sinifdə şagirdlərə tez-tez məntiqli düşün, məntiqini işə sal, məsələyə tənqidi yanaş, çalış ki, alternativ yol tapasan deyilir. Məsələn, esse yazanda şagirdlərə arqument toplamaq, onlardan məqsədə uyğun istifadə etmək, fikirləri ardıcıl və əsaslı ifadə etmək tapşırılır. Bu tapşırıqlar şagirddə təfəkkürü inkişaf etdirir. Bəs təfəkkür nədir? Təfəkkür insanın kognitiv, idraki fəaliyyətidir. Düşünmə prosesidir. Kognitiv fəaliyyət zamanı insanın ideyaları, düşüncələri, mental təsəvvürləri formalaşır və ya istifadə olunur. Təfəkkür beyində gedən elə bir psixoloji prosesdir ki, insanda psixoloji assosiasiyalar, müxtəlif modellər formalaşdırmağa kömək edir. Təfəkkür insan düşünməyə başlayan an işə düşür. İnformasiya axtaranda, emal edəndə, bu fikirləri başqalarına şifahi və ya yazılı şəkildə ifadə etmək üçün qruplaşdıranda, ümumiləşdirəndə və s. fəaliyyət zamanı təfəkkür formalaşır, inkişaf edir. Səmərəli düşünə bilmək özü də bir bacarıqdır. Dərs zamanı şagirddə səmərəli düşünmək bacarığı formalaşdırılmalıdır. Təfəkkürün hansı növləri var? İnsanın necə düşünməsindən asılı olaraq təfəkkürün müxtəlif növləri və müxtəlif düşünmə formaları mövcuddur. Məntiqi, tənqidi, yaradıcı, konvergent, divergent, verbal, qeyri-verbal, deduktiv, induktiv, analitik və s. Tənqidi və yaradıcı düşünmə təfəkkürün ən yüksək növlərindən olduğu üçün müxtəlif düşünmə formalarının şagirdlərə aşılanması onların inkişafına şərait yaradır. Ona görə də bunların hər biri özü-özlüyündə olduqca vacibdir və şagirddə formalaşdırılması lazımdır. Nəzərə almaq lazımdır ki, insan düşünərkən yalnız bir təfəkkür növündən istifadə etmir. Səmərəli düşünən şagird bacarır. Fikirlərini formalaşdırmağı və ifadə etməyi, fikirlərinin hamı tərəfindən anlaşılan olmasını planlaşdırmağı, nitqini düzgün təşkil etməyi, faktlar, nümunələr əsaslandırmalardan istifadə etməklə düzgün nəticə çıxartmağı, hadisələri düzgün təhlil etməyi, informasiyanı hardan və necə əldə edəcəyini müəyyənləşdirməyi, informasiyadan məqsədyönlü şəkildə istifadə etməyi, ötürülən informasiyanın auditoriyaya uyğunluğunu müəyyənləşdirməyi, şəxsi fikir formalaşdırmağı, başqasına ötürməyi, mühakimə yürütməyi, fikirlərini əsaslandırmağı, problem həllinə divergent və ya konvergent yanaşmağı və s. Məntiqi təfəkkür. Şagirdlərin məntiqi təfəkkürü onların gündəlik həyatlarının bir parçası olaraq formalaşır. Məntiqi təfəkkür uşaqlar ətraf aləmi dərk etməyə, düşünməyə başladığı andan inkişaf edir. Böyüklər onların düşünmə cəhdlərinin qarşısını ala ya da inkişaf etdirə bilər. Məqsəd şagirdlərin əlaqəli, əsaslı, ardıcıl və s. düşünməsinə şərait yaratmaqdır. Məsələn, 7 yaşlı bir uşaqdan anası hər gün məktəbə getməzdən əvvəl yatağını yığmağı tapşırır. Uşaq nə üçün soruşduqda ana səbəbini izah edir. Uşağın belə sual verməsi onda məntiqi təfəkkürün artıq formalaşmasına işarədir. Çünki uşaq səbəb-nəticə əlaqəsini qurmağa cəhd edir. Belə olan halda bu kimi suallara çünki mən belə deyirəm, çünki belə lazımdır şəklində cavab vermək doğru deyil və yaxud anasının maşın sürərkən daha yaxın yanacaq doldurma məntəqəsini ötürüb digərindən istifadə etməsinə təəccüblənən uşağa ana digərində benzinin daha keyfiyyətli olduğunu deyir. Uşaq başa düşür ki, bəzən bir şey görmək üçün bir deyil, bir neçə səbəb ola bilər və bu halda insanlar özləri üçün prioritet olan səbəbi seçirlər. Beləliklə, şagirdlərdə məntiqi düşüncə məişətdə başlayır, məktəbdə də inkişaf etdirilir. Məntiqi təfəkkür özündə aşağıdakıları əks etdirir. Səbəb-nəticə əlaqəsinin tapılmasını, problemin sadə yolla həllini,
prosesin başlanğıcını və sonunu müəyyənləşdirməyi, faktlar əsasında mühakimə yürütmə və əsaslandırmanı. Məntiqi təfəkkür məsələnin həllində ən sadə düşünmə yoludur. Məsələn, şagirdin müəllimə verdiyi cavab əsassızdır. Nəticə, şagird müəllimin sualını düzgün anlamayıb. Səbəb, şagirdə dinlədiyi sualda açar məqamı tapmağı öyrətməliyik. Həll yolu, mobil telefon sönübsə, nəticə, demək ki, batareyanın elektrik yükü bitib. Səbəb, yenidən işləməsi üçün onu cərəyan mənbəyinə qoşmaq lazımdır. Həll yolu, yatıb yuxuya qalmışıqsa, nəticə, deməli, zəngili saatı qurmamışıq. Səbəblərdən biri, gələn dəfə daha diqqətli olmaq lazımdır. Həll yolu və s. Tənqidi və yaradıcı təfəkkürün formalaşması üçün məntiqi təfəkkürün inkişafı vacibdir. Bu, eyni zamanda şagirdlərdə problem həll etmə bacarığının formalaşmasına müsbət təsir edir. Düşünmə formaları, induktiv düşünmə, induksiya. İnduksiya nümunələrə baxıb, onları bir prinsip altında birləşdirmək, yəni nümunələrdən ümumi prinsipə, xüsusidən ümumiyə doğru getməkdir. Ümumiləşdirib nəticə çıxarmaq bu düşünmənin göstəricisidir. İstinad edilən və istifadə olunan nümunələr doğru və məqsədə uyğun olmalıdır ki, aparılan ümumiləşdirmələr doğru olsun. Məsələn, Mirzə Ələkbər Sabir və Cəlil Məmmədquluzadə ana dilinin sağlığı uğrunda mübarizə aparmışlar. Bu ədiblər 20-ci əsrin əvvəllərində yaşamışlar. Deməli, 20-ci əsrin əvvəllərində ana dilinin sağlığı uğrunda mübarizə aparılıb. Durna və leylək köçəri quşlardır. Hər ikisi qışda isti ölkələrə uçur. Deməli, köçəri quşların qışda isti ölkələrə uçmaq kimi xüsusiyyəti var. Müşahidə, analitik təhlil və ümumiləşdirmə. Deduktiv düşünmə, deduksiya. Ümumi anlayış, prinsip, qayda, yanaşmadan nəticə olaraq xüsusi nümunələrin çıxarılmasına yönəlmiş düşüncədir. Hər hansı bir qayda verilir və çıxarılmış nəticəyə əsasən nümunələr müəyyənləşdirilir. Gəlinən nəticələrin doğru olması üçün onları əmələ gətirən prinsiplər də doğru olmalıdır. Toplama misalı həll edərkən bu qayda əsas götürülür. Məsələn, riyaziyyat dərsində şagirdlər birinci öyrənirlər ki, toplananların yerini dəyişdikdə cəm dəyişmir. A üstəgələk B bərabərdir, B üstəgələk A. Güllərin sulanmadan çiçək açmayacağını öyrənən şagird özlüyündə qət edir ki, limon ağacı sulanmasa bar verməyəcək. Kövrək materiallar bərk təsirə məruz qalanda sına bilər. Şüşə kövrək materialdır, deməli şüşə də bərk təsirə məruz qalsa sına bilər. Bütün 2 və 4 variantlı şəkilçilər milli şəkilçilərdir. İsmin hal şəkilçiləri 2 və 4 variantlıdır. Deməli, ismin hal şəkilçiləri milli şəkilçilərdir. Ümumi ideya, fikir, prinsip, müşahidə və nəticə. Analitik düşünmə. Müxtəlif məlumatların təhlilini hissələrə parçalanaraq araşdırılmasını ehtiva edir. Tənqidi təfəkkür məsələnin həlli yolunu meyar üzrə qiymətləndirməyə kömək edir. Yaradıcı təfəkkür isə bunlardan çıxış edərək məsələyə yeni formada yanaşır. Bir sözlə, yaradıcı təfəkkür zamanı bütün düşüncələr, məntiqi, analoji, induksiya, deduksiya, analitik, konvergent sistemli və s. işə düşür. Divergent düşünmə. Bu düşüncə tərzi problemin həlli üçün ideyaların generasiyasına xidmət edir. Divergent düşünmə tərzi problem və suallara çoxsaylı perspektivdən baxma və çoxlu mümkün cavab və həll yolu fikirləşməkdir. Divergent düşünən qəbul olunmuş yolların əleyhinə çıxaraq alternativlər axtarmağın tərəfdarıdır. Divergent düşünənlər əlavə fikirlər tapmaqda yaxşıdırlar. Problemi tez həll etməkdə çətinlik çəkirlər, çünki yeni ideya axtarışında olurlar. İdeya və fikir toplama prosesində fərqli yanaşma ilə seçilirlər. Konvergent düşünmə. Divergentin əksinə olaraq mövcud müxtəlif ideyaların toplanması, təhlil etməsinə xidmət edir. Konvergent düşüncə yaradıcı təfəkkür olmasa da, onu stimullaşdırmağa şərait yaradır. Konvergent düşüncədə sualın bir düzgün cavabı, problemin bir mümkün həll yolu var. Konvergent düşüncə indiyədək istifadə olunmuş yolları düzgün yol hesab edir. Konvergent düşüncə yeni fikirlər tapmaqda əziyyət çəkir.
Tez nəticəyə gəlmək qabiliyyəti yüksək olur. İdeya və fikirləri qiymətləndirərək seçməyi bacarır. Analoji düşünmə. İki və daha artıq hadisə, anlayış, sistem və sair arasında olan oxşarlıqların müəyyənləşdirilməsinə xidmət edən düşüncə bacarığıdır. İki və daha çox obyekt arasında oxşarlıq tapıldıqdan sonra bir obyektdən əldə olunan informasiyadan istifadə etməklə digər obyekt haqqında mühakimə yürütmək, nəticə çıxartmaq və bilik əldə etmək olar. Bu düşüncə tərzindən müxtəlif yeniliklərin ortaya çıxarılması üçün layihələrin hazırlanması, müqayisə bacarığının formalaşdırılması və sair məqsədi ilə istifadə edilə bilər. Məsələn, pianoda ifa etmək üçün lazım olan bilikləri uşaq digər klavişli alətlərə də tətbiq edə bilər. Müəllim şagirdlərə 300 min rəqəminin nə qədər böyük olduğunu izah etmək üçün yerlə ayın arasındakı məsafə böyüklüyünü izah edə bilər. Verbal düşünmə. Düşüncələrini dilə gətirmək, fikir ifadə etmək bacarığıdır. Danışarkən şagird düşüncələrini yönəldir, sonra da proses daha mürəkkəb formaya keçərək daxili nitqə çevrilir. Amma ilkin mərhələdə bu proses səsli şəkildə getməlidir. Verbal düşünmə zamanı insan özünü eşitdiyi üçün fikirləri sanki daha aydın olur. Qeyri-verbal düşünmə. Bu, hər hansı bir informasiyanı emal edərkən, problem həll edərkən vizual, görsel mühakiməyə əsaslanma bacarığıdır. Həmçinin qeyri-verbal şəkildə verilmiş informasiyanı düzgün qəbul etmək bacarığıdır. Tədrisdə qeyri-verbal düşünmə şagirdlərə bir çox fənlərdə, məsələn, fizika, riyaziyyat, informatika və s. müxtəlif konsepsiyaların anlaşılmasına, məsələlərin həll edilməsinə, proqramlaşdırmaya kömək edir. Qeyri-verbal düşünməyi bacaran şagirddə hansı bacarıqlar formalaşır? Nəticələri görə bilmək və planlaşdırmaq, proqnoz verməyin əsası. Hər hansı bir şəkil, heykəl, maket və s. yaratmaq, xəritə ilə işləmək, kompasdan düzgün istifadə etmək, diaqram, sxem, cədvəlləri oxumaq və çəkmək, çertyojlardan istifadə etmək, düzgün istifadə etmək və s. Ardıcıl düşünmə. Addım-addım, mərhələli düşünməyi özündə əks etdirir. Hər hansı bir hadisənin necə davam etməsini, səbəb-nəticə əlaqəsinin tapılmasını, şərt və əsaslandırmanı özündə əks etdirir. Ardıcıl düşünməyi bacaran şagird mərhələli irəliləməyi bacarır. Bir addımı bitirəndən sonra digərinə keçir. Çünki bu addımlar bir-biri ilə bağlıdır. Məsələn, araşdırma aparan şagird bilməlidir ki, əvvəlcə informasiyaları bir çox mənbələrdən toplamaq, sonra informasiyaları emal etmək, ümumiləşdirmək, qruplaşdırmaq, təhlil etmək, dəyərləndirmək lazımdır. Sistemli düşünmə. Bizi əhatə edən anlayışları, konsepsiyaları, ideyaları təhlil etmək, hissələrə parçalamaq, düzgün bölüşdürmək, daha da yaxşılaşdırmaq bacarığıdır. Məsələn, vaxtın düzgün bölünməsi sistemli düşünməyə nümunə ola bilər. Sistemli düşünmə ətrafdakıların bir-birinə təsirini anlamağa xidmət edir. Bunun üçün şagirdlərə sistemin nə olduğunu izah etmək, ətraf sistem kimi baxmağı öyrətmək lazımdır. Müəllimlər şagirdlərdə sistemli düşünməni inkişaf etdirməklə hər bir fəndə əldə olunan akademik bilikləri bacarığa və vərdişə çevirə bilər. Həmçinin həyatda tətbiqi formalaşdıra bilər. Sistemli düşünmə yaradıcı təfəkkürü də formalaşdırmağa kömək edir. Məsələn, suyun çirkləndirilməsi dənizdəki canlıların bundan zərər görməsi ilə nəticələnir. Canlıların orqanizmində toksik maddələrin səviyyəsi artır ki, bu da İnsanların dəniz məhsulları ilə qidalanması zamanı elə insanın özünə mənfi təsir göstərir və ya suyun çirklənməsi prosesində canlılar məhv olur. Bu da öz növbəsində ekoloji tarazlığın pozulmasına səbəb olur. Bütün bunlar insan həyatına ciddi şəkildə mənfi təsir edir. Məntiq xətaları nədir? Məntiq xətası arqumentlərinizi söyləyən zaman sizin fikirlərinizi etibarsız edən səhvlər və ya zəif arqumentlər əsasında çıxarılmış yanlış nəticələrdir. Məntiq xətası aşağıdakı hallarda baş verir. Nəticəyə gələrkən fikirlər arasında yanlış əlaqə qurulduqda, zəif arqumentlər əsasında yanlış nəticə çıxarıldıqda. Müəyyən arqument irəli sürən zaman bunun məntiqi məna kəsb etməsi və arqumentlərin əsasda olması vacibdir.
Fikirlər arasında məntiqi əlaqə düzgün qurulmadıqda və ya zəif arqument gətirildikdə mühakimələrdə boşluq yaranır ki, bu da iddiaları dəstəkləmə imkanını məhdudlaşdırır. Zəif arqumentlərin gətirilməsi analogiya və ümumiləşdirmə apararkən məntiq xətasına səbəb olur. Başqalarının arqumentlərini mühakimə etmək və öz arqumentlərinizi formalaşdırmaq üçün ümumi məntiq xətalarını anlamaq vacibdir. Müzakirələr zamanı arqumentlərinizin məntiqi əlaqəli və əsaslı olması sizin qarşı tərəfdən daha ciddi qəbul olunmanıza səbəb olur. Məntiq xətaları. Həddən artıq ümumiləşdirmə. 1-2 nümunəni bütün qrupa aid etmək düşüncəsi. Mühakimə belədir. Taksi xidməti üçün Toyota Prius markalı avtomobildən istifadə edən müştəri yolda qəzaya uğrayır. Səhv mühakimə. Bu qəza ona görə baş verdi ki, maşının markası Prius'tur. Deməli, bütün Prius maşınları təhlükəlidir. Əsaslı mühakimə. Hadisə sürücünün ehtiyatsızlığından baş verdi. Bundan sonra tətbiqdə sürücünün dəyərləndirmə səviyyəsinə baxmalıyam. Özünü bənzətmək məntiq xətası. Bir şeyə hörmət edilən şəxs inanırsa, deməli bu doğrudur. Düşüncəsi. Mühakimə. Məktəbimizin ən məşhur qızı voleybolla məşğul olur. Səhv mühakimə. Deməli, mən də voleybolla məşğul olmalıyam. Əsaslı mühakimə. Mənsə gimnastikanı sevirəm və müəllimim də gimnastika ilə məşğul olmağı tövsiyə edir. Deməli, gimnastika ilə məşğul olmalıyam. Cəmiyyət tərəfindən qəbul edilmək məntiq xətası. Buna latınca populum deyilir. Bir şeyi çoxluq qəbul edirsə, deməli o düzdür və ya bir şeyi çox insan xoşlayırsa, deməli o yaxşıdır düşüncəsi. Verilən fikir. Hamı dəbdə olan sarı rəngdə köynəklər və paltarlar geyinir. Səhv mühakimə. Deməli, mən də sarı paltar alıb geyinməliyəm. Əsaslı mühakimə. Mənə sarı rəng yaraşmır. Ona görə də dəbli və mənə yaraşan rəngdə paltar geyinməliyəm. Şəxsi qərəzlilik. Latınca hominim. Fikrə deyil, fikri səsləndirən şəxsə əsaslanıb mühakimə yürütmək düşüncəsi. Fikir. Aydan deyir ki, sahibsiz heyvanları sığınacağa yerləşdirməliyik. Səhv mühakimə. Aydan çox qəribə qızdır. Gülməli paltarlar geyinir və bizdən ayrı gəzir. Ona görə də yəqin ki, dediyi səhvdir. Əsaslı mühakimə. Aydanla dost deyiləm, amma dediyi həqiqətən doğrudur. Heyvanlara kömək etməliyik. Boş adam məntiq xətası. Deyilən əsas argumenti kənara qoyaraq, məsələni bilə-bilə fərqli istiqamətə yönəltmək. Bunu edən şəxsin əsas məqsədi öz mövqeyini nəyin bahasına olursa olsun gücləndirməkdən ibarətdir. Fikir. Şəhərdəki ekoloji problemləri həll etməyin yollarından biri velosipeddən istifadə etməkdir. Səhv mühakimə. Demək istəyirsiniz ki, şəhərdə ekologiyanın vəziyyəti pisdir. Əsaslı mühakimə. Demək, velosipeddən istifadə üçün yollar, xüsusi yollar çəkilməlidir. Çox mənalı danışmaq. Fərqli mənada anlaşıla bilən sözlərdən nitqdə istifadə etmək. Danışanın məqsədi ondan ibarətdir ki, auditoriyanın fikrini yayındırsın və sonra dediyi sözü fərqli istiqamətlərə çevirə bilsin. Bəzən buna söz oyunu da deyilir. Fikir. Sənə verilən tapşırığı düzgün yerinə yetirməmsən. Deyilmişdik ki, bu məsələni öz aranızda danışmayın. Hər kəs ayrılıqda araşdırma aparsın. Səhv mühakimə. Biz öz aramızda danışmamışıq. Sadəcə bir neçə şəkil və mesaj göndərmişik. Əsaslı mühakimə. Doğrudur, biz gərək heç bu mövzuda ünsiyyət qurmayaydıq. Sirkulyar arqument. Fikir əsaslandırmaq üçün yürüdülən mühakimə yeni bir nəticə ehtiva etmir. Əvvəlcədən deyilmiş fikrə sadəcə dəyişərək istinad edilir. Verilmiş fikir. Siqaret çəkmək məsləhət görülmür, çünki sağlamlığa ziyandır. Səhv mühakimə. Mən siqaret çəkmərəm, çünki sağlamlığa ziyandır. Əsaslı mühakimə. Mən siqaret çəkmərəm, çünki həyatımı sağlam yaşamaq istəyirəm. Təfəkkürün inkişafı şagirdlərdə mühüm bacarıqlar formalaşdırır. Lakin şagirdi məntiqi düşünmə səviyyəsində saxlamaq düzgün deyil. Onda tənqidi və yaradıcı təfəkkürü də inkişaf etdirmək lazımdır. Şagirdlərdə tənqidi, yaradıcı təfəkkürü inkişaf etdirmək məktəbin qarşısında duran tələblərdən biridir. Çünki bu onlarda hadisələrə müsbət
münasibət bildirmək daha doğrusu, situasiyanı dəyərləndirmək, məsələyə fərqli şəkildə yanaşmaq kimi yüksək təfəkkür, intellektual bacarıqlar formalaşdırır. Tənqidi təfəkkür nədir? Tənqidi təfəkkür faktları, problemi, qarşıya çıxan məsələləri düzgün anlamaq, təhlil etmək, dəyərləndirmək, problemi səmərəli yolla həll etmək bacarığıdır. Tənqid etmək və tənqidi təfəkkür fərqli anlayışlardır. Tənqid etməkdən fərqli olaraq tənqidi təfəkkür hər hansı əsər, kitab, şəxsdə və ya hansısa məsələdə səhv tapmaq, həmin obyekti neqativ yanaşmaq demək deyil. Tənqidi düşüncə hansısa məsələyə doğru və qərəzsiz yanaşmaq, ümumiyyətlə aydın və rasional düşünmək bacarığıdır. Tənqidi düşünmə həyati bacarıq olub 21-ci əsrdə düşüncəmizdə, şəxsi və iş həyatımızda ən çox tələb olunan və ehtiyac duyulan məsələdir. 21-ci əsrdə müasir dünyada həm yeni peşə sahələri yaranır, həm işçilərə verilən tələblər durmadan dəyişir. Bu tələblərin sırasında komandada işləyə bilmək, vaxtında doğru qərar vermək, texnologiyadan səmərəli istifadə və s. kimi bacarıqlar vardır ki, bütün bunların da təməlində tənqidi düşünmə bacarığı dayanır. Əgər bir şəxs filmə baxan zaman onun darıxdırıcı olduğunu düşünürsə və ya film haqqında çox müsbət fikirlər səsləndirirsə, kimsə o şəxsin düşüncəsinin səhv olduğunu deyə bilməz. Digər şəxslər də bu fikirlə razılaşmaya bilərlər. Yəni, hər hansı bir məsələ ilə bağlı hərənin öz yanaşması, məsələyə öz münasibəti ola bilər. Əsas odur ki, insan dediklərini əsaslandıra bilsin. Burada əsas məsələlərdən biri də meyar üzrə qiymətləndirmənin aparılmasıdır. Bunun üçün öncə doğru meyar müəyyənləşdirilməli, nəyin hansı meyar üzrə qiymətləndirildiyi aydın olmalıdır. Tənqidi düşüncəyə sahib insan fikir yürüdərkən mən bunu xoşlayıram və ya xoşlamıram kimi sözlərlə kifayətlənməməli, yanaşmasını mütləq arqumentlə, dəlillə əsaslandırmalıdır. Obyektivlik tənqidi təfəkkürün ən mühüm tələbidir. Bu o deməkdir ki, problemi təhlil edərkən, qərar qəbul edərkən şəxsi düşüncələrdən, emosiyalardan uzaq olmalı, problemi yalnız faktlar və dəqiq informasiyalar üzərindən təhlil edərək rasional qərar qəbul etməlidir. Tənqidi düşünən insan problemi düzgün müəyyənləşdirir, problemin yaranma səbəbini araşdırır, araşdıraraq problem haqqında informasiya toplayır, məlumatları və nəticələri emal edir və qruplaşdırır, problemi sistemli şəkildə həll edə bilir, hansı həll yolunun səmərəli olduğunu müəyyənləşdirir, problemin həlli yolunu daha da yaxşılaşdırmağa çalışır, əsaslandırma zamanı uyğunsuzluqları və yanlış anlaşılmaları aşkar edə bilir, fikrini əsaslandırarkən dəlillərdən düzgün və qərəzsiz istifadə edir, məntiqi cəhətdən əsaslı və əsassız fikirləri bir-birindən ayıra bilir, kifayət qədər sübut olmayanda mühakiməsini kənara qoyur, bir işi görməmişdən əvvəl onun mümkün nəticələrini görə bilir, müstəqil şəkildə öyrənə bilir və ən azından bu cür öyrənməyə marağı var. Bir fikrin çoxları tərəfindən qəbul edilməsi ilə həmin fikrin etibarlı olub-olmaması arasındakı fərqi görə bilir, müxtəlif baxışları təhrif etmədən, süni şəkildə şişirtmədən və ya ələ salmadan təqdim edə bilir, özünün fikirlərinin yanlış ola biləcəyini, fikirlərində qərəzliyə yol verə biləcəyi, ola bilsin ki, şəxsi seçimlərini dəlillərdən üstün tutduğunu qəbul edir. Tənqidi düşünmək üçün insan məsələyə necə yanaşmalıdır? Məqsədyönlü suallar verməyi bacarmalıdır. 4N1KH Kipling modelində var bu. Vacib informasiyalar toplamalı, məlumatlanmalıdır. Çox geniş yayılmış və hamı tərəfindən qəbul edilmiş məsələləri şübhə ilə yanaşaraq yenidən müzakirəyə çıxarmalıdır, həmçinin özü ilə, daxili nitq vasitəsilə. Obyektiv olmalı, məsələlərə qərəzsiz yanaşmalıdır. Tənqidi təfəkkür mühakimə yürütmək, ədalətli qərar vermək üçün faktların obyektiv analizini ehtiva edir. Həmçinin tənqidi təfəkkürə sahib olan insan nə üçün belə mühakimə yürütdüyünü, necə və nə üçün belə qərar verdiyini, bir sözün öz düşüncələrini metakognitiv təhlil etmək bacarığına malik olmalıdır. İnformasiyanı və ya hər hansı bir məsələni olduğu kimi qəbul etmir. Daha dərin araşdırma aparır. Bir qərar vermək üçün fikrin, sözün, informasiyanın arxasında rasional fikirlərin dayandığından əmin olmağa çalışır. Məsələyə bu cür yanaşma problemi sistemli şəkildə həll etməyə kömək edir. Şagirdlərdə tənqidi təfəkkürün formalaşdırılması onlarda bir çox intellektual bacarıqları inkişaf etdirmiş olur. Məsələn, fikrin, fərziyyəni əsaslandırmaq üçün əsaslı arqumentlərin müəyyənləşdirilməsi,
Əks arqumentin dəyərləndirilməsi və münasibətin bildirilməsi, konsepsiyanın və ya situasiyanın müxtəlif nöqteyi nəzərdən qiymətləndirilməsi, yeni nəticələr əldə etmək üçün mövcud fərziyyələrin və faktların olduğu kimi qəbul edilməməsi və yenidən araşdırılması, müxtəlif mövzular, məsələlər arasında qanuna uyğunluğun və abstrakt əlaqənin müəyyənləşdirilməsi. Tənqidi təfəkkürü formalaşdırmaq üçün bir çox bacarıqlar vardır ki, bu bacarıqlar necə inkişaf etdirilməlidir? Təhlil etmək, interpretasiya etmək, izah etmək, özünə və ya başqasına etibarlı informasiya toplamaq, gərəzsiz yanaşmaq, əvvəlcədən müəyyən fikir formalaşdırıb özünü fərqli şəkildə inandırmamaq, problemi həll etmək. Hər bir xüsusiyyətin, hər bir bacarığın xüsusiyyətlərinə baxaq. Müşahidə bacarığının xüsusiyyəti, müşahidə bacarığı tənqidi təfəkkürün ən vacib bacarıqlarındandır. Müşahidə etməyi bacaran insanlar yeni yarana biləcək problemi müəyyənləşdirməyi bacarırlar. Belə şəxslər problemin harda, nə vaxt, nə səbəbə yarana biləcəyini müəyyənləşdirir və bu zaman təcrübəsindən də səmərəli istifadə edirlər. Bu bacarığı inkişaf etdirməyin yolları. Müşahidə bacarığını təkmilləşdirmək üçün nəticəyə gəlməyə tələsməməli, əvəzində daha çox informasiya toplamağa çalışılmalıdır. Bunun üçün qeydlər aparmaq, gündəlik tutmaq, hər zaman fəal dinləyici olmaq lazımdır. Bunlar isə daha faydalı informasiyanın toplanmasına şərait yaradacaq. Təhlil etmə bacarığı. Problem müəyyənləşdirən kimi analitik bacarıqlar işə düşür. Situasiyanı effektiv qiymətləndirmək və təhlil etmək bacarığı problemin həlli üçün vacib olan həll edici nüansları müəyyənləşdirməyə xidmət edir. Bəs necə inkişaf etdirmək olar? Yeni təcrübə qazanmağa çalışın. Məsələn, bir yerdən əldə etdiyimiz informasiya ilə kifayətlənməyin. Müxtəlif mənbələrə müraciət edin, əldə etdiyiniz informasiyanı müqayisə edin, doğruluğunu təsdiqləmək üçün arqumentlər axtarın, müşahidə nəticəsində əldə edilən arqumentlərin uyğunluğunu təhlil edin və rasional qərar qəbul etməyə çalışın. Nəticə çıxarmaq bacarığı, xüsusiyyəti. Bu bacarıq toplanmış informasiyaların nəticə çıxarmağa xidmət edir informasiyalardan. Bunun üçün insandan müəyyən texniki və ixtisas bilikləri tələb olunur. Nəzərə alınmalıdır ki, nəticə toplanılan informasiyalar və onların təhlili əsasında çıxarılır. Bacarığı inkişaf etdirməyin yolu. Fikir tələsik nəticə çıxarmağa yox, faktların əsasda olmasına yönəltmək lazımdır. Bunun üçün situasiyanı dəyərləndirən zaman tələsməmək, daha çox ipucular və informasiyanı dəstəkləyən faktlar toplamaq, təhlil etmək və bu təhlillər əsasında mülahizələr irəli sürmək lazımdır. Bu sizə düzgün nəticə çıxarmağa yardım edəcək. Ünsiyyət və fikir ifadə etmək bacarığı. Ünsiyyət və fikir ifadə etmək bacarığı problemlər, onların həlli yollarını, həmçinin gəlinən nəticələri başqaları ilə müzakirə etməkdir. Xüsusiyyəti budur. Bəs bunu inkişaf etdirməyin yolu. Ünsiyyət bacarığını tənqidi düşüncə kontekstində inkişaf etdirmək tövsiyə olunur. Bunun üçün diskussiyalarda, debatlarda, dilemmalar üzərindən aparılan müzakirələrdə iştirak etmək lazımdır. Bu zaman fəal dinləyici olmaq, qarşı tərəfdən deyilən fikirlərə hörmət etmək, hətta razılaşmadığınız fikirlərə münasibət bildirərkən belə təmkin, mədəni danışıq, qarşılıqlı hörmət nümayiş etdirmək lazımdır. Problemi həll etmə bacarığı. Problemi müəyyənləşdirəndən, təhlil edib nəticə çıxarandan sonra problemin həlli üçün səmərəli yol tapmaq və mərhələli şəkildə həll etmək lazımdır. Problem həll etmə tənqidi təfəkkür tələb edir. Çünki düzgün və səmərəli qərar qəbul etmək üçün tənqidi düşünmək şərtdir. Bu və ya digər sahə ilə bağlı problemi həll etmək üçün həmin sahə ilə bağlı çoxlu informasiya toplamaq lazımdır. Həmçinin bu vaxta qədər təklif olunmuş həll yollarını araşdırmaq tövsiyə olunur. Hansı həll yolunun daha səmərəli olduğunu müəyyənləşdirməyimiz və öz nəticələrini çıxarılmağınız problem həll etmə bacarığını yüksəlməsinə kömək edəcək. Tənqidi təfəkkür bacarıqları təlimdə necə formalaşdırılmalıdır? Müəllimlər təlim zamanı şagirdləri yaddaş əsaslı öyrənmədən uzaqlaşdırmaq üçün müxtəlif strategiyalar tətbiq etməklə onlarda tənqidi təfəkkürü inkişaf etdirə bilərlər.
Müxtəlif tapşırıqlar, müzakirələr, debatlar və s. vasitəsilə şagirdlərdə tənqidi təfəkkürü formalaşdırmaq olar. 1. 4N1KH sual-cavab texnikasıdır. İnformasiya toplamağa və təhlil etməyə xidmət edir. Təlim prosesində bu texnika daha çox tənqidi təfəkkür, problem həll etmə, layihə hazırlama, oxuyub anlama, dinləyib anlama, şifahi və yazılı nitq bacarıqlarını formalaşdırmaqda səmərəli üsullardan biri hesab edilə bilər. 2. Sokrat dialoqu. Bu üsulda verilən mövzu ətrafında müzakirə apararkən fikir bildirən şəxsə verilən cavabdan yeni sual çıxarılmalıdır. Müəllim və ya şagirdlər tərəfindən. Məhz bu fəaliyyət şagirdin tənqidi təfəkkürünü inkişaf etdirir. 3. Gəlin bunu müzakirə edək. Müzakirə formatında olan bu fəaliyyətdə şagirdlər müəyyən bir məsələdə ortaya qoymağı, mövqe qoymağı və onu məntiq, mühakimə, bilik və sağlam düşüncənin köməyi ilə müdafiə etməyi öyrənirlər. Təqdim olunan məsələlər isə əxlaq və mədəniyyətlə bağlı olur. Şagirdlərə müəyyən variantlarla birgə təqdim olunur. Şagird ona təqdim olunmuş situasiyada cavabı seçməli və fikirlərini əsaslandırmalıdır. Aşağıdakı nümunələr bu cür problemli məsələlər kimi təqdim oluna bilər. Aydanın dostluğu yaxınlaşan imtahanı üçün çox narahatdır. Aydan isə artıq bu testi verib, çox yaxşı nəticə göstərib və sualların cavabını artıq bilir. Sizcə o, cavabları dostuna verməlidir? Dostunu öz biliyindən istifadə edərək imtahana hazırlamalıdır? Yoxsa heç qarışmamalıdır? Bir bank oğurluğunun şahidi olursunuz və oğrunu izləyərək onun oğurladığı bütün pulları uşaqlar evinə verdiyini görürsünüz. Nə edərsiniz? A. O şəxs barədə polisə məlumat verərsiniz, çünki cinayət törədib. B. Heç bir şey etməz, çünki xeyirxah əməl edib. Elçin iki sinif yoldaşının digər bir sinif yoldaşının uyğun olmayan şəklini sosial şəbəkədə paylaşmaq istədikləri ilə bağlı söhbətlərini eşidir. Elçin nə etməlidir? A. Qarışmayıb öz işi ilə məşğul olmalıdır. B. İnsidenti məktəb rəhbərliyinə məruz etməlidir. C. Bu iki şagirdlə üzləşib onları bu hərəkətdən çəkindirməlidir. 4. Fakt yoxsa fikir? Bu tapşırıq obyektiv faktla subyektiv fikir fərqləndirmək bacarığı haqqındadır. Fakt obyektiv reallıqdır. Onun doğru və ya yanlış olduğunu sübut etmək mümkündür. Fikir isə hisslərin və ya mövqeyin ifadəsidir. Onun səhv və ya doğru olduğunu sübut etmək üçün arqumentlər gətirmək və əsaslandırmaq lazımdır. Bu tapşırıq zamanı müəllim müəyyən bir mövzu ilə bağlı iddialar toplayıb şagirdlərə təqdim edir. Şagirdlər bu iddiaları oxuyub fərdi şəkildə onların fakt yoxsa sadəcə kiminsə şəxsi fikri olduğunu müəyyənləşdirirlər. Əgər faktdırsa necə sübut olunacağı, fikirdirsə necə əsaslandırılacağını qısa izah edirlər. Daha sonra şagirdlər öz variantlarını yoldaşları ilə müzakirə edirlər. 5. Qaydalar. Qayda və qanunların əsas funksiyasının həyatda bizə istiqamət vermək, bizi qorumaq və asayişi təmin etmək olduğunu şagirdlərə çatdırmaq. Sonra onlara bildiririk ki, dünyada hamının riayət etməli olduğu 3 qaydanı müəyyənləşdirməlidirlər. Hansı 3 qaydanı seçərdiniz və niyə? Məsələn, qayda 1, bu qaydanı seçərdim çünki, 2, bu qaydanı seçərdim çünki, 3 də eynən. 6. Seçim etmək. Həyatda lazım olan bacarıqlardan biri də insanın ehtiyacları ilə istəkləri arasındakı balansı qoruya bilməsidir. Çünki insan onun üçün lazım olan prioritetləri müəyyənləşdirə bilməlidir. Müəllim şagirdlərə mobil telefondan istifadə bizim ehtiyacımızdır, yoxsa istəyimizdir mövzusunda tapşırıq verir. Məsələn, düşünürəm ki, ehtiyacım var, çünki izah eləyir. Düşünürəm ki, istəyimdir, çünki izah eləyir. Nə baş verərdi? 7. Bu tapşırıq şagirdlərin kreativ düşünməsinə, problemə fərqli yanaşmalarına və ya dünyaya yeni pəncərədən baxmalarına şərait yaratmaq üçün dizayn olunmuşdur. Məsələn, aşağıdakı sualları şagirdlərə təqdim etməklə onlardan bu suallara kreativ və konstruktiv cavablar verməyi istəyə bilərik. Əgər dünyanın heç bir yerində kompüter, tablet və telefonlar olmasaydı, nə baş verərdi? Əgər bütün heyvanlar birdən-birə bizlə öz dillərində danışmağa başlasaydı, nə baş verərdi? Əgər ən yaxın dostunuzun super gücə malik olduğunu öyrənsəydiniz, nə edərdiniz? Dünyanın heç bir yerində elektrik olmasaydı, yaşayış necə olardı? 8. Yad planetli üçün səyahət turu.
Bu tapşırıq şagirdlərə imkan verir ki, həm fərd, həm cəmiyyət olaraq necə olduğumuz haqqında dərindən fikirləşə bilsinlər. Öz fərziyyələrini və adi həyatda bizə çox adi gələn, heç düşünmədiyimiz mövzuları tədqiq etsinlər. Şagirdlərə bir ssenari təqdim olunur və onlar yoldaşları ilə müzakirə edərək cavablar tapmağa çalışırlar. Məsələn, ssenari 1. Siz yer kürəsini ziyarət edən və buradakı insanlara müşahidə etmək gələn yad planetlərlə kitabxanada söhbət edirsiniz. Yad planetdə kitabxanada gəzişərkən gözünə dünya müharibəsi haqqında bir kitab sataşır. Yad planetdə sizə tərəf dönür və soruşur. Müharibə nədir və niyə dövlətlər bir-birinə müharibə elan edirlər? Belə görünür ki, insanlar bəzən müharibəni konflikt həll etməyin yeganə yolu kimi görürlər. Nə üçün? Müharibədə kimin qalib, kimin məğlub olduğunu necə müəyyənləşdirirsiniz? Bu müharibələr gələcək nəsil üçün necə bir miras qoyur? Bu formada müxtəlif ssenarilər hazırlamaq olar. Hətta şagirdlər özləri də belə ssenarilər hazırlayaraq yoldaşlarına suallar ünvanlaya bilərlər. Yaradıcı təfəkkür. Yaşadığımız 21-ci əsr, xüsusilə də son 10 illik kəskin dəyişikliklər dövrüdür. Yeni informasiya, yeni texnologiya və yeni problemlər, insanlar hər gün yeniliklərlə qarşılaşırlar. Reallıq biz onu tam dərk etməmiş, tez-tez dəyişilir. Bu cür dəyişikliklərin olduğu dünyada artıq ənənəvi problem həll etmə üsulları heç də bütün situasiyalarda effektiv olmur. Yeni xarakterli problemlər, yeni yanaşmalar tələb edir ki, bu da yaradıcı təfəkkür sayəsində mümkün olur. Məsələn, 9 nöqtə üsulu tapşırıq. 9 nöqtəni 4 düz xətlə ilə birləşdirin ki, xəttlər bütün nöqtələri birləşdirsin. Bəs yaradıcı təfəkkür nədir? Yaradıcı təfəkkür, kreativ düşünmə, əşyalara, hadisələrə və problemlərin həllinə yeni və fərqli nöqteyi nəzərdən baxmağa, bir növ çərçivədən kənar düşünməyə kömək edən idrak prosesidir. Yaradıcı təfəkkür yalnız istedadla bağlı deyil. Bu elə bir düşüncə tərzidir ki, müxtəlif situasiyalarda fərqli nəticələrə, problemi fərqli şəkildə həll etməyə şərait yaradır. İnsan yaradıcı düşünəndə çətin problemləri daha uyğun, səmərəli və fərqli şəkildə həll edə bilir. Əşyalara, məsələlərə müxtəlif aspektlərdən baxmağı bacarır. Bunun üçün insan müxtəlif konsepsiyalar arasında əlaqə yaratmaq, analogiya aparmaq, yeni nöqteyi nəzərdən baxa bilmək bacarığı olmalıdır. Şagirdlərdə yaradıcı təfəkkürü inkişaf etdirmək üçün bəzi fəaliyyətləri tez-tez təkrarlamaq, bu istiqamətdə bacarıqları inkişaf etdirmək lazımdır. Bu fəaliyyətlər bir yerdə tətbiq olunanda problem və məsələlərə yeni nöqteyi nəzərdən baxmağa şərait yaradır. Yaradıcı düşünmək bacarığını reallaşdırmağın yolları, əlaqənin yaradılması. İnsan yaradıcı düşünəndə müxtəlif ideyalar arasında əlaqə tapmağı bacarır və əlaqəni problemin həlli üçün istifadə edir. Nəsə oxuyanda, dinləyəndə, müxtəlif mühitə düşəndə yeni assosiasiyalar axtarır. Daim məsələlərə fərqli baxmağa çalışır. Bu da insanda yaradıcı yanaşmanı stimullaşdırır. Müəllim şagirdi bu istiqamətdə daim düşünməyə, gördükləri, danışdıqları, eşitdikləri, müşahidə etdiklərini istənilən situasiyada əlaqə yaratmağa yönəltməlidir. Həmçinin bu tipli əlaqələndirmə imkanlarını, təlim mövzularının mənimsənilməsində də istifadə etmək şagirdlərdə yaradıcı təfəkkürü inkişaf etdirə bilər. Məsələn, təkərli çamadan necə yaranmışdı? Təyyarəçi Robert Blatt hamının bildiyi mövcud olan təkər və çamadan arasında əlaqə yaratmış və iki elementi birləşdirərək təkərli çamadan ortaya çıxarmışdı. Sual vermək. Yaradıcılıq ümumi qəbul edilmiş yanaşmaya və fikrə qarşı çıxmağa şərait yaradır. Əksər hallarda biz hər hansısa bir problemi həll edərkən səbəbini araşdırmadan, fərqinə varmadan başqalarının istifadə etdiyi həll yoluna müraciət edirik. Yaradıcı düşünən insan isə özünə daima belə bir sual verir. Mən bu məsələni başqa cür necə həll edə bilərəm? Mən nə üçün bu məsələni başqaları kimi həll etməliyəm? Problemin başqa hansı həll yolu ola bilər? Və s. Məsələyə bu şəkildə yanaşan insan həmişə yenilik tapmağa nail olur. Şagirdlərdə bu cür suallar vermək bacarığı formalaşdırmaq, onları düşünməyə yönəltmək lazımdır ki, ətrafı olduğu kimi qəbul etməsinlər. Həmçinin hadisələrə və problemlərə fərqli yanaşmağı bacarsınlar. Təcrübə aparmaq. Yaradıcı düşünən insan yeniliklərə açıq olmalı, onları sınaqdan keçirməlidir. Verilən qərar nə qədər qeyri-adi olsa da,
tədbirli risk alaraq onu sınaqdan keçirmək lazımdır. Hər hansı uğursuzluq olsa da, yaradıcı düşünən insana bu təkmilləşmək və inkişaf etmək üçün fürsət kimi görünür. Şagirdləri aşılamaq lazımdır ki, təcrübədə uğursuzluqlar gözləniləndir və bu zaman bacarığı inkişaf etdirmək üçün işi dayandırmamaq, əksinə həll yolunu tapana qədər onun üzərində çalışmaq, təkmilləşdirmək lazımdır. İdeya yığımı zamanı bütün mümkün riskləri edib bu ideyaların dəyərləndirilməsində daha tədbirli davranmaq lazımdır. Müşahidə etmək. Yaradıcı düşünən insan ətraf aləmi, insanları daima müşahidə edir. Gördüklərini, eşitdiklərini, oxuduqlarını təhlil edir, nəticələr çıxarır. Bu cür yanaşma problemin səmərəli həllinə gətirib çıxara bilər. Problemin həllində bir nöqtəyə fokuslanmaq, yalnız bir şəxsin düşüncələrini dinləmək insanın yaradıcılığını məhdudlaşdıra bilər. Müxtəlif və fərqli insanların fəaliyyətinə baxmaq, həmçinin analoji fəaliyyətlə məşğul olanların təcrübələrini izləmək və ya müşahidə etmək ən səmərəli həll yolunu tapmağa kömək edə bilər. Şagirdlərin bu tipli fəaliyyətə cəlb olunması onlarda yaradıcı təfəkkürü, problem həll etmə zamanı araşdırma və müşahidə bacarıqlarını inkişaf etdirə bilər. Məsələn, hər uşaq dərslərini fərqli şəkildə qruplaşdıraraq yerinə yetirir. Kimsə asan dərslərini əvvələ salır, kimsə çətin dərslərini. Şagird müşahidə edərək özü üçün hansının daha səmərəli, hansının səmərəsiz olduğunu müəyyən edir. Ehtiyac olarsa fərqli bir metod seçir. Səmərəli öyrənmə mühiti dərsi daha maraqlı və interaktiv etmək üçün özündə yaradıcılıq elementlərini daşımalıdır. Məzmun yaradıcılıq ilə düzgün qarışığı şagirdlərə həm yeni bacarıqlar əldə etməyə, həm də innovativ olmağa kömək edir. Kreativ sinif mühiti şagirdlərin necə təhsil almasına və öyrəndiklərini real həyatda necə tətbiq etmələrinə birbaşa təsir edir. Təlim fəaliyyətlərini planlayarkən müəllimlər məzmun standartları çərçivəsində şagirdlərə seçim və ifadə haqqları verməlidirlər ki, şagirdləri yaradıcılıqla təmin edə bilsinlər. Yaradıcı təfəkkürün tətbiq və inkişaf etdirildiyi sinifin üstünlüklərini bu cür ümumiləşdirə bilərik. Yaradıcı sinif mühitində formalaşan şagird araşdırmağa, yeniliklərə, öyrənməyə açıq olur. Belə sinif mühitində təhsil alan şagirddə inkişafa açıq düşüncə tərzi formalaşır. Həmçinin bu cür sinif mühiti onları məsələlərin həllinə ənənəvi yanaşmadan uzaqlaşdırır. Yaradıcı siniflər şagirdlərə əylənərək öyrənmək imkanı verir ki, bu da şagirdlərin dərsdə ən sevdiyi nüanslardandır. Buna görə də müəllimlər aşağı siniflərdən başlayaraq şagirdləri yaradıcı olmağa təşviq etməli və onlara öz yaradıcılıqlarına inandırmalıdır. Şagirdləri yaradıcı fikirlərə, təkliflər etməyə sövq etmək lazımdır. Bu zaman onların təkliflərini neqativ şəkildə qarşılamaq olmaz. Çünki bu şagirdləri motivasiyadan sala bilər. Yəni növbəti, daha doğrusu, çünki bu şagirdlərin növbəti addımda yeni təkliflər irəli sürməyinin qarşısını ala bilər. Həmçinin şagirdlərə izah etmək lazımdır ki, əks əlaqə zamanı rəy verən və rəy alan zaman neqativə köklənməməlidirlər. Təklifdə deyilən sözdə əks əlaqədə fikirdə ilk olaraq neqativ axtarmaq insanda yaradıcı təfəkkürün formalaşmasına mane ola bilər. Ənənəvi sinif mühitindən fərqli olaraq kreativ siniflər şagirdlərə özlərini ifadə etmək imkanını verir. Həm debatlarda, həm sinif müzakirələrində, layihə işlərində yaradıcı şagirdlər təkcə mövcud olan fikir və ideyalardan istifadə etmir. Özləri də yenilərini yaratmağa can atırlar. Həmçinin bu cür iştirak onlarda dərsdən razılıq hissini də formalaşdırır. Özünü yaradıcı şəkildə ifadə etmək şagirdlərin emosional inkişafları üçün də vacibdir. Bu baxımdan yaradıcı düşüncənin aşağı siniflərdən formalaşdırılması lazımdır ki, şagirdlər zamanla məsələlərə fərqli perspektivdən baxmağı öyrənsinlər. Bundan başqa özünü fərqli şəkildə ifadə edə bilmək şagirdlərin özünə inam səviyyəsini də artırır ki, bu onların emosional olaraq yetkin fərdlərə çevrilməsini təmin edir. Yaradıcılıq şagirdlərdə xəyali, hipotetik, təsəvvürlü düşünmə qabiliyyətlərini də artırır. Buna görə də sinif fəaliyyətlərində açıq tipli sualların, qrup fəaliyyətlərinin, əqli hücum və debatların əhəmiyyəti böyükdür. Yaradıcı təfəkkür şagirdlərin problem həll etmə bacarıqlarını da artırır.
Sinifdə həyata keçirilən əqli hücum fəaliyyətləri şagirdləri problemləri yenidən gözdən keçirib ona fərqli yanaşmaları, həll yolları tapmağa həvəsləndirir. Yaradıcı təfəkkürü inkişaf etdirmək üçün müəllim hansı texnikalardan istifadə edə bilər? Yaradıcı təfəkkürü inkişaf etdirmək üçün müxtəlif texnikalar vardır. Bu texnikaların tətbiqi və istifadəsi şagirddə ideyaların generasiyasını, problemi fərqli şəkildə həll etməyi, nəticədə məsələyə yaradıcı yanaşmanı təmin edir. Bir neçə nümunəyə diqqət edək. Beyin həmləsi. Bildiyiniz kimi beyin həmləsi hər hansı bir məsələnin həlli üçün müxtəlif yanaşmaların ortaya çıxarılmasına şərait yaradan texnika və üsuldur. Qeyd etmək istərdik ki, bu texnikadan istifadə edərkən şagirdləri gərəksiz olmağa, öz fikrinin digər fikirlərdən yaxşı olduğuna inanmalarına, daha doğrusu öz fikrini digər fikirlərdən yaxşı olduğuna inanmamalarına, başqasına təsir etməmələrinə, başqasının fikir söyləmələrinə şərait yaratmalarına, məsələyə fərqli perspektivdən baxmağa yönəltmək lazımdır. 4N1KH üsulu. Layihələrin yazılmasında, problemin həllində suallar verməklə həll yolunu tapmaq üçün bu üsul çox faydalıdır. 3. Analogiyanın tapılması. Məsələlərə yanaşmada oxşar və fərqli cəhətlərin tapılması yeni ideyaların yaratmasına şərait yaradır. Şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirərkən formalaşdırılan bu bacarıq yeni ideyaların yaranmasında böyük əhəmiyyət daşıyır. Məsələn, təbiətdə mövcud olan hər hansı əşyadan, varlıqdan və s. ideya kimi istifadə edərək yeni bir vasitə yaratmaq mümkündür. Məlumdur ki, təyyarə, quşun vertolyot cırcıramanın analogiyası olaraq yaradılmışdı. 4. Əşyaların qeyri-adi istifadəsi. Problem həll etmə bacarığı problemləri müəyyən etmək, təhlil etmək, səmərəli və effektiv şəkildə həll etmək bacarığıdır. Problem həll etmə bacarığı yüksək olan şəxslər vəziyyətləri qiymətləndirən, müxtəlif variantları nəzərdən keçirə və həllə nail olmaq üçün ən uyğun yol seçə bilirlər. Bu bacarıqlar həyatın müxtəlif sahələrində, o cümlədən işdə, təhsildə və gündəlik qərarların qəbulunda vacibdir. Həmçinin problem həll etmə bizim üçün yeni olan problemlərlə üzləşmək, onların həlli üçün bir metod və uğurlu həll yolu tapmaq deməkdir. Doğru problem həll etmə yiyələndiyimiz bilikləri daha öncə heç vaxt rastlaşmadığımız bir məsələyə tətbiq etməkdir. Bu, tənqidi təfəkkür və qərar qəbul etmə bacarıqlarını inkişaf etdirməyə kömək edir və bizi gələcəkdə öyrəşmədiyimiz vəziyyətlərlə qarşılaşdıqda onların öhdəsindən gəlməyə hazırlayır. Bu səbəbdən problem həll etmə vacib olan 21-ci əsr bacarıqlarından biri hesab olunur. Problem həll etməni düzgün tədris etmək həm şagirdlərin akademik inkişafına fayda verir, həm də onları uyğunlaşmanın və əməkdaşlığın vacib olduğu daim inkişaf edən dünyada uğurlu olmağa hazırlayır. Şagirdlərdə problem həll etmə bacarıqları formalaşdırmaq üçün onlara problem həll etmə üsulları, metodları və alətləri təqdim etmək olar. Problem həll etmə bacarığı aşağıdakı mərhələlərlə formalaşdırıla bilər. Problemi müəyyənləşdirmək. Problem həll edərkən birinci addım problemin diaqnozu ilə bağlıdır. Bu mərhələdə problemin kontekstini və əlamətlərini dərk etməyə başlayırıq. Həmçinin problemin təsirlərini, onun həllinin aktuallığını və əhəmiyyətini qiymətləndiririk. Hərtərəfli diaqnoz problemin həlli prosesində düşünülmüş qərarların qəbulu və strateji planlamanın əsasını qoyur. Bu, ilkin mərhələdə problemlə tanış olmaq üçün həlledici rol oynayır. Problemi həll edən şəxs aşağıdakı suallar ətrafında düşünə bilər. Bu problemlə bağlı hansı vacib məlumatları anlamaq lazımdır? Daha əvvəl bu və ya oxşar problemi həll edən varmı? Əlavə oxu materiallarından araşdırma aparmalıyam, yoxsa sorğu keçirməliyəm? Vizual təsvir yaratmaq problemi anlamağıma kömək edəcəkmi? Məndə hansı mühüm məlumatlar yoxdur və onları mövcud mənbələrdən tapa bilərəmmi? Misal, şagirdlərin həll etməli olduqları problem məktəbin yeməkxanasında həddindən artıq tullantının olmasıdır.
Tapşırığın ilk addımında şagirdlər problemi hərtərəfli təhlil edirlər. Onlar yeməkxanada müşahidələr aparır və müsahibələr keçirirlər. Bu vasitələrlə yeməkxananın gündəlik iş rejimini, nahar vaxtı vərdişlərini və tullantıların atılması praktikalarını araşdırırlar. Həddindən artıq qablaşdırma, yeyilməmiş qidalar və yanlış tullama vərdişləri kimi məsələləri aşkarlayırlar. Dolmuş zibil qutuları və tullantı materiallarının növləri ilə bağlı da qeydlər aparırlar. Belə dərin təhlil problemin həllində effektiv strategiyaların işlənib hazırlanması üçün vacibdir. Həll yolunu planlamaq. Problemin həllinin ikinci mərhələsində şagirdlər müəyyən edilmiş problemi həll etmək üçün mümkün strategiyaları düşünərək nəzərdən keçirirlər. Mövcud problemin xarakteri çox vaxt uyğun strategiyanın seçilməsinə kömək edir. Problemin həlli yanaşmalarına hesablama, sadələşdirmə, tənlikdən istifadə, modelin yaradılması, diaqramın işlənməsi, cədvəlin yaradılması kimi üsullar daxildir. Bunlar problem həll etmə alətləridir və şagirdlər problemin özünə məxsus tələblərinə ən effektiv şəkildə uyğun gələni seçməyə təşviq olunurlar. Bu qərar vermə prosesini asanlaşdırmaq üçün şagirdlərin nail olmaq istədikləri son məqsədi və nəticəni onlara xatırlatmaq çox vacibdir. Arzu olunan nəticəni vurğulamaqla müəllimlər şagirdləri problemin unikal xüsusiyyətlərinə və axtarılan həll yoluna ən uyğun gələn strategiyanı seçməyə istiqamətləndirə bilər. Misal, planlaşdırma mərhələsində şagirdlər tullantıların ayrılması və maarifləndirmə kampaniyaları kimi strategiyaları nəzərə alaraq yeməkxana tullantıları problemini təhlil edirlər. Onlar təklif olunan həlləri təsvir etmək üçün vizual diaqramlar, flow chart yaradır və bu həllərin məktəb resursları, məqsədləri ilə uyğunluğunu dəyərləndirirlər. Məktəb icması ilə əməkdaşlığı da bu plana daxil edirlər. Planı həyata keçirmək. Problemin həlli prosesində üçüncü addım seçilmiş həll yolunun həyata keçirilməsini əhatə edir. Şagirdlərin bu mərhələdə problemlərin çoxunun çevik həll yolunun olmadığını başa düşməsi vacibdir. Yuxarıdakı mərhələlərlə müqayisədə icra mərhələsi ən sadə hissə ola bilər. Lakin bu mərhələlər israrlı olmağı tələb edir. Şagirdləri bu mərhələdə uğursuzluqdan, ruhdan düşməməyə həvəsləndirmək çox vacibdir. Bunun əvəzinə onlar öz yanaşmalarını tənzimləmək, müxtəlif strategiyalar sınamaq və problemin həlli boyunca davamlı düşünmə tərzini saxlamağa həvəsləndirilməlidirlər. Misal, yeməkxana tullantılarının idarə edilməsi problemin həllində üçüncü addım seçilmiş metodun səbr və əzmkarlıqla həyata keçirilməsini əhatə edir. Şagirdlərin qarşılaşdıqları potensial uğursuzluq yeni təcrübələrin qəbul olunmasında müqavimətlə qarşılaşmaq ola bilər. Şagird heyətinin bir hissəsi vərdişləri dəyişməklə çətinlik çəkə bilər, dəyişməkdə. Bu müqavimət gözlənilən inkişafı ləngidə bilər. Belə çətinliklər problemin həllinə yenidən baxış üçün şagirdləri həvəsləndirə bilər. Prosesi dəyərləndirmək. Bu mərhələdə şagirdlər reflektiv düşüncə ilə məşğul olurlar. Həlli həyata keçirdikdən sonra onlar nəticələri qiymətləndirir və özlərinə tənqidi suallar verirlər. Belə reflektiv proses əldə edilmiş nəticələrin nə dərəcədə ağlabatan olmasını, təqdim edilmiş həllin ilkin müəyyən edilmiş problemə uyğunluğunu dəyərləndirir. Seçilmiş strategiya yeməkxana tullantılarının idarə edilməsində müşahidə olunan problemləri effektiv şəkildə həll etdimi kimi suallar şagirdlərin yanaşmalarının ahəngdarlığını və effektivliyini qiymətləndirmələrinə şərait yaradır. Reflektiv proses problemin həlli praktikasının hərtərəfli başa düşülməsini gücləndirir. Həmçinin yeməkxana tullantılarının idarə edilməsi ilə bağlı gələcək tapşırıqlar üçün davamlı təkmilləşdirmə və uyğunlaşma zehniyyəti aşılayır. Qiymətləndirmə. Müəllimlər şagirdlər arasında problem həll etmə bacarıqlarını effektiv şəkildə qiymətləndirmək və inkişaf etdirmək üçün həm summativ, həm də formativ qiymətləndirmələrdən istifadə edə bilərlər. Summativ qiymətləndirmə öyrənmə dövrünün sonunda problemin həllində
ümumi bacarıqları ölçmək üçün istifadə edilə bilər. Məsələn, yekun qiymətləndirmə şagirdlərin yekun təqdimatlarının, hesabatlarının və ya birgə töhfələrinin qiymətləndirilməsini əhatə edə bilər. Bu, şagirdlərin problem həll etmə bacarıqlarının və tənqidi düşünmə qabiliyyətlərinin hərtərəfli dəyərləndirilməsini təmin edir. Formativ qiymətləndirmələr davamlı öyrənmədə mühüm rol oynayır və problemin həlli prosesinə mükəmməl şəkildə inteqrasiya oluna bilər. Şagirdlər həll yollarının müəyyən edilməsi, planlaşdırılması və icrası mərhələləri üzərində işləyərkən müəllimlər gedişata nəzarət etmək üçün formativ qiymətləndirmədən istifadə edə bilərlər. Müəllim müntəzəm yoxlamalar, yoldaş dəyərləndirilməsi və şagirdləri problem həll etmə strategiyaları üzərində düşünməyə vadar edən qısa testlərdən istifadə edə bilər. Proses əsnasında əks əlaqə qurmaqla və təlimat verməklə müəllimlər şagirdlərə öz yanaşmalarını təkmilləşdirməyə və effektiv problem həlli üsullarını daha dərindən dərk etməyə kömək edə bilər.